Biri deyirdi, ölümcül haldaydı, özünə gəldi. Deyir, mən la ilahe illallah demək istəyirdim. Bəlkə belə bir şey sadə gəlir bəzi məsələlər, amma doğrudan da mühüm əhəmiyyət kəsb eləyir. Özünə gəldi. Gözümün qabağında deyir, şeytan dayanmışdı. Şeytan bilirsiniz axı ölənəcən dayanır, əl çəkmir adamdan. Ki bəlkə axır vaxtda oğurladım bunun imanını. Deyir, dayanmışdım, mənə deyir, kəlmə-i şəhadətdir, la ilahe illallah deyir, təlqin deyirlər. Mən demək istəyirəm, bir saatım var, ona könül bağlamışam. Bir saat. Gəlirdi ki, bunu sındıracam desin. İndi bəlkə bizə gülmək, bir saata görə mən la ilahe illallah deməyəcəm. Amma qəlb belə bir şeydir, bax. Çətinlik bax belə şeydir. Üns bağlayırsan, ona əlaqə yaradırsan, qopa bilmirsən, axır saatda sənə problem yaradır. Mənasız bir şey gəlir, səbəb olur ki, insan la ilahe illallah deyə bilməyə. Mənasız bir şey. Qəlbin xüsusiyyəti budur. Üzr istəyirəm sizdən, bir çox alimlər bu hadisəni yazıblar kitablarında. Bir nəfər adam idi, dayanmışdı, evinin qapısının ağzında. Üzr istəyirəm, çox üzr istəyirəm sizdən. Bir qadın keçir, deyir, mən filan hamamın yolunu bilmirsən, bu öz evini göstərir. O evə onu daxil eləyir, qapını arxadan bağlayır, günah eləsin. Nəysə mən təfərrüatla danışmıram. Qadın bir təhər bunun əlindən çıxır, qurtulur. Deyir, bu can verəndə deyirdi, hanı o gün ki, filan qadın məndən hamam yerini soruşdu. Axır dəqiqədə o həvəs ürəyində onu dedi, dünyasını dəyişdi deyirlər. Şəhadət deyə bilmədi. Bu həvəslər, bu istəklər, bu bağlantılar çox mühüm məsələdir. Heç ambara qoymadığımız şeyləri hərdən ürəyimizə yığırıq vallah. Vallah. Biri deyirdi, ölümcül haldaydı, özünə gəldi. Deyir, mən la ilahe illallah demək istəyirdim. Bəlkə belə bir şey sadə gəlir bəzi məsələlər, amma doğrudan da mühüm əhəmiyyət kəsb eləyir. Özünə gəldi. Gözümün qabağında deyir, şeytan dayanmışdı. Şeytan bilirsiniz axı ölənəcən dayanır, əl çəkmir adamdan. Ki bəlkə axır vaxtda oğurladım bunun imanını. Deyir, dayanmışdım, mənə deyir, kəlmə-i şəhadətdir, la ilahe illallah deyir, təlqin deyirlər. Mən demək istəyirəm, bir saatım var, ona könül bağlamışam. Bir saat. Gəlirdi ki, bunu sındıracam desin. İndi bəlkə bizə gülmək, bir saata görə mən la ilahe illallah deməyəcəm. Amma qəlb belə bir şeydir, bax. Çətinlik bax belə şeydir. Üns bağlayırsan, ona əlaqə yaradırsan, qopa bilmirsən, axır saatda sənə problem yaradır. Mənasız bir şey gəlir, səbəb olur ki, insan la ilahe illallah deyə bilməyə. Mənasız bir şey. Qəlbin xüsusiyyəti budur. Üzr istəyirəm sizdən, bir çox alimlər bu hadisəni yazıblar kitablarında. Bir nəfər adam idi, dayanmışdı, evinin qapısının ağzında. Üzr istəyirəm, çox üzr istəyirəm sizdən. Bir qadın keçir, deyir, mən filan hamamın yolunu bilmirsən, bu öz evini göstərir. O evə onu daxil eləyir, qapını arxadan bağlayır.